Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Səməddin. Bugün sizə monitoring 4-cü sinif imtahanına hazırlaşan şagirdlər üçün imtahan suallarını bir-bir öyrənir layihəmizə davam edirik. Bu videoların əgər əvvəlki hissəsinə baxmamışsınızsa, mütləq kanalımıza daxil olun və bu videoların hamısına baxın. Bu videolara baxdıqdan sonra siz bütün monitoring imtahanına düşmüş sualları artıq həlli yolla birlikdə öyrənmiş olacaqsınız. Yəni hər videoda bir suala aid 5 nümunə işləyirik və bu nümunələr bizə imtahana qədər nəticəmizi artırmağa kömək edir. Birinci sualımız dairənin bərabər hissələrinə əsasən qeyd olunan bucağı tapın. Baxın, bizə belə bir bucaq verilir. Biz bu bucağın neçə dərəcə olduğunu təyin etməliyik. Siz bilməlisiniz ki, bütöv dairə 360 dərəcədir. Bu bizim qaydalarımızda keçərlidir. 360 dərəcəni baxa bilərsiniz. 1, 2, 3, 4, 5, 6, 7, 8 yerə bölüblər. Mən də 360-ı böləcəm 8-ə görüm. Bu bir hissə neçə dərəcədir? 36-nın içərisinə 8, 4 dəfə, çıx 32, 40-ın içərisinə 8, 5 dəfə. Deməli, hər bir dərəcə, yəni hər bir hissə 45 dərəcədir. 45, 45 və 45. 3 dənə 45-imiz var. 3-ü 45-ə vuram, 135 dərəcə bizim cavabımızdır. B variantı doğru cavabımızdır. Bu arada bizim monitoring test toplumuzu əldə edərək həm riyaziyyatdan, həm də Azərbaycan dilindən bütün imtahan suallarına aid sınaqları, sualları əldə edə bilərsiniz. Həmçinin bizim ödənişsiz sınaqlarımızdan yararlanmaq üçün bu izahların PDF-ni əldə etmək üçün 077 752 28 93 WhatsApp nömrəsinə yaza bilərsiniz. Şəkildəki dairə bərabər hissələrə bölünmüşdür. Qeyd olunan bucaq tam dairənin hansı hissəsidir? Baxın, tam dairənin hansı hissəsidir necə taparam? Dairənin neçə hissəyə bölündüyünü baxacam. 1, 2, 3, 4, 5, 6, 7, 8. Tam dairəmiz 8 hissəyə bölünüb. Bəs bu 8 hissədən neçəsi bizim bu bucağa aiddir? 1, 2, 3 hissəsi. Deməli, cavabımız olacaq 8-də 3. C variantı bizim doğru cavabımızdır. Üçüncü sual, dairənin bərabər hissələrinə əsasən qeyd olunan bucağı tapın. Yenə biz bu dairənin bərabər hissələrinə baxacağıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 360 dərəcə dairənin ümumi dərəcəsidir. 12 hissəyə bölürəm. Hər hissə olur 30 dərəcə. Deməli, hər bir hissəmiz olur 30 dərəcə. Bəs bunun neçəsi yaşıldır? 1, 2, 3, 4, 5. 5 dənəsi yaşıldır. 5-i vuram 30-a, bərabərdir 150 dərəcə. Doğru cavabımız olur B variantı, 150 dərəcəyə bərabər. Dördüncü sualımız, şəkildəki dairə bərabər hissələrə bölünmüşdür. Qeyd olunan bucaq tam dairənin hansı hissəsini təşkil edir? Baxıram, bütün dairə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 hissəyə bölünüb. 12 hissədən neçəsi yaşıldır? 1, 2, 3, 4, 5-i. Deməli, 12-də 5 bizim doğru cavabımızdır. B variantı doğru cavabdır. Bizim Monitoring Test Instagram hesabını izləyərək hər gün orada paylaşılan suallarla tanış ola bilərsiniz. Bu sualı, 5-ci sualı sizə tapşırıq olaraq veririk. Bu şəkildə siz bir imtahan sualını mükəmməl şəkildə mənimsəmiş olursunuz. Videonun rəy bölməsinə izahla bir yerə bu sualın, yəni necə işlədiyinizdə barəsində rəy yazırsınız. Əgər elə yazmaq istəmirsinizsə, doğru cavabı yazmağınız da kifayətdir. Hansı mövzudan izahlar istəyirsinizsə, mütləq şəkildə rəydə bunu qeyd edin. Öz ətrafınızda sinif yoldaşlarınızdan bu videoları paylaşın ki, onlar da faydalanmış olsunlar. Videomuzu bəyənin, paylaşın və kanalımıza abunə deyilsinizsə, mütləq abunə olub bildirişləri açmağı unutmayın. Sağ olun, növbəti videoda görüşərik. Hələlik.